Ben sizin her birinize hoş geldin deyirəm, zadından da dərslərdən deyirəm. Burada hamınız mənə doğma, hamınız mənə həyatın müxtəlif sahələrində, müxtəlif vaxtlarında məndən birgə ünsiyyət olmuş insanlarsınız. Hamınız Azərbaycanda tanınan insanlarsınız, nüfus sahiblərisiniz, öz iziniz, öz xətti, dəsti xəttiniz olan adamlarsınız. Bir də hoş geldin dedim. Sağ olun ki, belə bir günləşəcəksiniz. Bəli, tarixi şəxsiyyətlər jurnalı. Hansı ki, mən onu 20 ildir ki, orada balaca bir ekskurs muzey yaratdı. Orada bütün ilk nömrəmiz var. Demək, ilk nömrəmiz bizim bu jurnalın 2005-ci ildə, maya'nın 5-də çap olunmuşdur. Baxın, maya 2005, 25, maya 20'dir ki, mən bunun təsisçisi, bunun başıdadır və bunun cəfəkeşiyəm. Bax, burada mən sizə hörmətlərim, bax, burada eləşən insanlar, hamısının 20 ərzində bu jurnalına müəyyən bağlılıqlar olmuşdur. Bunlar burada hər biridir. Məsələn, mən burada başına elə bir qeyd edəcəyim hamını. İlk növbədə, bax, qarşınızda oturan bir general görürsünüz. İlk dəfə mən jurnal buraxmaq istəyəndə 2005-ci ildə. Hələ biz onunla məsləhətləşirdik. O adam döyüşdən, qandan, qiyamətdən çıxmış 200-300 indi öz danışımda deyil, 300 Azərbaycan əskərinin cəsədini döyüş meydanından çıxarıb, aparı sahibini verib bastırdı. Bax, qarşınızda oturan canlı qəhrəman. Ona görə xalqına general deyir. O xalqın generalıdır. Eşq olsun, təbii. O da Hacı Cəbrayil oturur. Bir baxın. Bizim ən gözəl Azərbaycan jurnalistlərdən biri. Hələ biz mətbuatda xırda-xırda adım atanda, bax, bu mənim yanına gedirdik. Bizi çap edirdi. Çox dərin analitik yazıları olan bir insandır. Bax, bugün Azərbaycan mətbuatı, ona görə xoşbəxt mətbuatdır ki, Azərbaycan mətbuatının sizin kimi dayaqları var, xanım, benim. Azərbaycan mətbuatının, bax, belə fədakar insanlarıdır. Bunların hesabına Azərbaycan mətbuatıdır. Pulsuz, parasız, az maaşla. Bax, bunlar qəhrəmanlıq elə budur da, fədakarlıq elə budur. Təşəkkür ederim. Sağ olun. Tanış olun, mən yanında əyləşmiş, bax, Hüseyin Vaqif. Biz onunla 1973-cü ildə, sentyabrın 1-də ilk dəfə Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olmuşuq və o gündən bugünə qədər biz bir-birimizdən halal dostluq edirik. 50'dən çoxdur. Bax, qarşınızda baxın, Azərbaycanın, mən indi özünə xoş olmasın, Azərbaycanın sözün əsl mənasında ozanlı, dələ-qorqudur, qələm sahibi, vətənpərvər bir insan, ürəyi, millətlə, xalqla döyünür, bütün tədbirlərdə işlək insan. Bayram müəllim. Təşəkkür ederim. Sizin gözəl şeyləriniz insanlara ləzzət edir. Yazılarınız xüsusi zövq edir. Azərbaycanda mənim, ümumiyyətlə, filosofiya, yəni fəlsəfə elmi çox zəifdir. Düzdür, bunu mən bilirəm. Döyüş orada çox generallar, akademiklər var, adını şeydir. Amma o xanım, onun yazdığı kitablar, onun yazdığı zəif məsələlər, onun yazdığı problemlər bugün İngilis dilinə tərcümə olunur. Bugün o Rus dilinə tərcümə olunur. Bax, qarşınızda görürsünüz, canlı bir insan. Sonra biz Ələsən Əlbəndə müəllimdir. Əlbəndə müəllimdən 15-20 ildir ki, bu jurnal vardı. Jurnalımız ən sponsordur, həm jurnalın dəstəkçisidir, ən gözəl bir insan, ədəbiyyatı sevən, mətbuata dəstəkləyən bir kişidir. Çox böyük vəzifə sahibi olan bir şey. Əlbəndə müəllim, hoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Təbrik edirəm. Sağ olun, təşəkkür edirəm mən də. Qalib müəllim edəbilən təqdimat ehtiyac yoxdur. Azərbaycanın İlk qədəm sahiblərindən, dövlət orqanları, qəzetləri, haqq qəzetində, komünist qəzetində işləyənə bax. Qarşımda bir baxın, o saçlarını, o qələm, o yazılarda aradı. Yəni, mən xoş gəlmişsiniz. Sağ olun. Sizin yazılarınız, çoxlarının, mən yaşlı insanların hamımızın yadındadır. Hamımız sizin yazılarınızı, özdə gözəl o çəkləri. Yəni, bədii ədəbiyyatçı da siz Yaşlar İttifaqının üzrüdür, tutma, bilirsiniz. Gözəl. Gözəl məlimdir. Yəni, mən bunu yadlarım. Bu mənim kənd kimdir. Məndən bir demək olar kənddə bir sinifdə oxumuşuq. Azərbaycan Neft İnstitutunda bir yerdə təhsil almışıq. Sonra həyat bunları göndərdi, Arab-Lislara, buradan düz Vietnam'a. Ömrünün 20 ilini Vietnamda Azərbaycanı təmsil edən bir insandır. Vietnam, Tozcan Zərbat deyildi. Vietnam buradan uzaq deyil. Bilirsiniz, Vietnamda Azərbaycan neftçilərini, Azərbaycan geologlarını təmsil edən bir insandır. İndi isə biz onunla qoyununda qabaqdan gəlmişdik olmasın deyə, biz Vietnam haqqında bir jurnal var. Elmi rəhbəri, əlbəttə ki, Məmmədov, siz olacaqsınız, mən oradan bir oğuldadır. Mənim xahiş etdi ki, axırda deyək, indi axırda deyəklər, kim dayandırır mənimi, kim tanımır? Mahlı da var elə, kim tanımır Azərbaycanda? Yaşar Bediyenin simasıdır var.
Bu adam bütün qələm sahiblərinin həyanıdır, dayağıdır, dostudur. Mən soruşanda bulunmalı telefonu, dedilər ki, siz bu camiyyədə mənim yeganə adamsınız ki, Azərbaycanda. Mənim telefonumu bilmirsiniz. Qəzarə çəkin. Utandım özünü. Xoş gəlmişsiniz. Sizə xüsusi təşəkkür edirəm. Bu işin hazırlığını, tədbirini keçirmək üçün ilk gündən bizə dayaq, ilk gündən bizə tapşırıqlar verən sağ olun. Nə yaxşı bir məntbaşurası var, nə yaxşı onun sizin kimi işçiləri var. Ona görə biz öz evimizə gələn kimi edirik. Əslində bu bizim evimizdir də. Biz yazılmışdan evidir. Xəlil müəllim, sizi bu 20 illik münasibəti ilə təbrik edirəm. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Məni bura gətirən, vasitəsi olan gəlməyimə Bayram qardaşa öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Dostlara hamısına salam deyirəm. Var olun, təşəkkür edirəm söz mənə verdiyiniz üçün. Ama bu jurnallar qalacaq və səni yaşatacaq. Mən oraya razıyam. Jurnallar Axundov kitabxanası olabilir. Bütün ali təhsil məsələlərinə pulsuz nəzərə alır. Pulsuz. Kitabxanaların hamısı pulsuz. Yəni bu hər 500 çapdan 150'si Milli Məclisdən tutmuş paylanmaqdandır. Bu paylanır. Yəni sırf Axundov kitabxanası ümumiyyətlə bizdə neçə illərdir mətbuatın artıq. Orada məndə 20 jurnalım olaraq hardasa bir köşəsində var. Müxtəlif illər, bu illərdə 20 az sayda jurnalım var. Xəlal, təbrik edirəm. 20 il alacaq dövr, 20 il çox böyük bir dövrdür. 20 ilə, nə deyim, ölkə olmalı. Hani, səni bir də mən də təbrik edirəm. Səndən biz də ardasında 15 ildə çoxdur ki, dostluq edirik. Cəbəl, mənim hacı. Bu 18'lar olmuş. Ürəkdən təbrik edirəm jurnalın 20 ilini. 20 il ərzində 55 say buraxmaq, bu 55 şəxsiyyət haqqında yazılıqdır. Onların həyat və fəaliyyəti barədə oxuculara bilgi verməkdir. Vətənpərvərlikdən söhbət edirlər. Azərbaycan xalqının sizin o illərdə. Bax, vətənpərvər şairinə bir baxın. Bayram müəllim, sizin də xidmətiniz çox böyükdür. Bütün ömrünüzü vətənpərvərliyə həsr edirsən. Buyurun, söz sizin. Bugün bu gözəl insanların arasında sizin bu xoş gününüzdə gəldiyim üçün ən əvvəla bu tanrıma minnətdaram ki, mənə belə gözəl açıqlama ilə söz verirsiniz. Bizim əsas deyəcəyim də odur ki, bizim belə dahilərimizdən çox olsun, Azərbaycanımız bütün dünyada görünsün, tanınsın, yaşasın, böyük Azərbaycan, yaşasın, bölünməz Azərbaycan. Eşq olsun, bu qədər vaxtımıza öpürəm nərdədir. Bax, yekunlaşdırmaq lazımdır məclisimizə. Dəvət eləmişsiniz belə gözəl şəxsiyyətlərlə tanış olanlar. Allah sizin canını salamat eləsin. Allah sizin jurnalınızı 20 illiyi, 30 illiyinə gəlir, 50 illiyinə gəlir. Bizim bu dəyərimizdən nə gəlir? Köməyimizi əsirlər etmərik. Allah canını salamat eləsin. Sağ olun. Qalarınız mübarək. Hörmətli qonaqlar, dostlar, mənim əzizlərim, mən əlbəttə ki, tərkeşi eləsəydim, birinci gəlib öz kəndçimə, öz uşaqlı dostuma sözümə biləyətən sağladır ki, bu bizimki deyib, bir dəfə də mən təbir olsun, bunlar daha inciməzlər. Amma Məmmədov, danışın, sizin söz sizindir. Çox sağ olun, Xəlil müəllim. Mən biraz birinci növbədə mən sizin hamınızı salamlayıram. Xəlil müəllim, təbrik edirəm. Dedim də bilin ki, 20 il həyatında Vietnamda keçirən insanlar. O günlər olsun ki, çoxlu yubileyləri jurnalda keçirməyə qismət olsun, nüsxələri də dəfələrlə artsın. Sizdə çox istedad var, onu siz bu jurnalda indi 50 il keçib, indi gördüm ki, həqiqətən istedadlı bir redaktordur, baş redaktordur. Ona görə ki, Şəlalə qəzeti, haradasa bayaq çöldə olanda Şəlalə qəzeti də adı çəkildi də, siz dediniz. O Şəlalə qəzetində Xəlil müəllimin şeirləri çap olunurdu. Məktəbdə oxusaq da indi uşaq illəri idi, həvəslə oxuyurduq. Tələbə yoldaşı şeir yazır. Çox istedadlı, elə qabiliyyətli bir insandır. Mən çox şadam ki, siz mən də dəvət eləmişsiniz bura. Ürəklə gəldim, keyfim yaxşılığıyla gəldim ki, bu sevinci sizlə bir yerdə böləm. Orada təhsil almışam, bax, mənim tələbə yoldaşım. Şeyh olar, buyurun bir Çox xoş oldu ki, mənə belə söz verdiniz. Buradakı hər bir kəsə salamlar deyirəm.
Onlara böyük minnətdarlığımı bildirirəm ki, bura vaxt ayırıb, gəlib bu yubileydə iştirak edirlər. Mən sizi də təbrik edirəm, Xəlil müəllim. Sağ olasınız. Bu sizin uğurlarınızdır. Bu sizin qazandığınız nailiyyətlərdir. Allah kömək olsun. Mənim dediyim sözlər xanım üçündür. Azərbaycanda hər 4 ailədən birinin bu və digər dərəcədə ailə üzvü birinci və ikinci Qarabağ müharibəsində bu və digər əziyyət çəkən yaralananlara tələb olunur. Bunlardan biri də mənəm. Mənim də qardaşım birinci Qarabağ müharibəsində Marqışovan kəndində təlim olanda. O da kənddən yığıldı. May ayının 12-si atəşkəs imzalandı, 9-u bu yara aldı. Sonra yaralıqdan görə rəhmətə getdi. Bizim qarşımızda xanım var ki, onun 2 qardaşı bitirdi. Mən sizin hamınızın adından, öz adından əlbəttə, xanım sizə başsağlığı vermək yox, göz aydınlığı vəzir vermək istəyirəm ki, siz qəhrəman başçısınız. Bu ən gözəl tituldur. Sizin ailəniz 2 nəfər insanı bu azadlığı yolunda qurban verir. Bu real bir qurban və real bir azadlıqdır. Bugün sizin bəlkə hamınız Qarabağa getmişsiniz, mən 4 dəfə getmişəm, təbirlərə. Mən Uşa gəzəndə ürəyim qürurla böyüdüm. Çünki mən Salovevu verilişində Rus Slavyan bilirsiniz və Şilislər o da 2 dəfə çıxış etmişəm. Mən orada erməni kommentatorlarla Rus dilində deyirəm. Erməni kommentator mən deyəndə, вы, если вы такие герои, идите, берите, да, земли, кто вам мешает? Mən onda xəcalət çəkirdim, onda biz cumalar oluruz. Amma biz bugün Şuşada belə bir şəkil çəkdirik, bir selfimiz çəkirik, birimiz belə dururuq, satılanda deyib, istəkən olsun üçün, mənim dediklər nə oldu? Bunu bizə prezident yaxşı edir, o xoşbəxtdir. Sizin kimi insanların qardaşları da sizi var olsunlar. Min yaşasınlar. İştirak necə keçdi heç bilmədim. Çünki hər kəsin söhbəti maraqlı idi, fikirləri maraqlı idi və tarixi şəxsiyyətlər jurnalına ən azı bir neçə 10 illik yubiley arzulayırıq və o yubileydə sizin də payınız olsun. Burada iştirak edən layihə rəhbərlərinin də payı olsun ki, yəni jurnal həmişə belə keyfiyyətli, baxımlı çap olunsun. Yəni bir jurnalistə arzusu nə ola bilər? Yəni onların hamısını sizə arzulayıram və bugün Mətbuat Şurasının adından biz də bir diplom təqdim etmək istəyirik ki, o siyahı biraz da genişlənsin.